Selamun aleyküm və rəhmətullah. Əzizlər, Kamran Həsənli ilə Zaur Qəriboğlu elə bir söz veriblər, birləşiblər ki, İslam dininə neynəsinlər, zərbə vursunlar. Və bunların işləri gücləri yoxdur, gecə gündüz bir yerdədirlər, ər-arvad kimi. Bunlar təbiidir ki, İsrailin yaltaq tulalarıdır. Və bunların təzə bir çıxışına mən yenə qulaq asdım. Kamran Həsənli ilə Zaur Qəriboğlu deyir ki, kim ki Xamneyni sevir, çumodur. Azərbaycanda deyir və xaricdə Xamneyni sevənlər hamısı nədir? Çumodurlar. Mən buradan demək istəyirəm ki, Kamran Həsənli və Zaur Qəriboğlu. Kim ki haqqı sevir, o Allahı sevir. Allahı sevən çumo ola bilməz. Allahı sevən Allah pərəst olar. Allahı sevən ən uca və izzətli məqama sahib olan şəxslərdir. Və kim ki bu gün haqq yoldadır, o məlumdur. Batil yolda olanlar da məlumdur. Kim Xamneyi ağanı, Seyyid Əli Xamneyini sevir, o haqq yoldadır. O kişi də haqq yoldadır ki, müsəlmanların heysiyyətini xilas elədi. Və bu gün də xilas eləyir. Sizi kimi başıboş insanlar təbiidir ki, nədir? Batili sevəcəksiniz. Necə ki, Yezidin yanında olanlar neynədilər? Yezidi sevdilər. Sizin başı üstün deyir belə şeylər. Siz haqqı sevə bilməzsiniz. Sumo sizsiz, özü də hər anın çumosu, cuhudların çumosu. Cuhudların çumosu, cuhudların çumosu. Gözləyirəm kommentarda. Hamı Kamran Həsənliyə və onun yanında olanlara, Zaur Qəriboğluya çumo İsrailin, cuhudun çumosu yazsın.